Bürc TV Bürc həvəskarlarına 18 mart 2025-ci il üçün astroloji proqnozu təqdim edir. Əməyə qiymət olaraq videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Qoç. Ziddiyyətli gündür. Səhər saatlarında bir çox qoç öz emosiyalarının öhdəsindən gəlməkdə çətinlik çəkəcək. İmpulsivlik və əsəbilik düzgün qərarlar qəbul etməyə mane olacaq. Ola bilsin ki, təkcə iş tapşırıqları ilə deyil, həm də yaxınlarınızın problemləri ilə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Kifayət qədər səy göstərsəniz, hər şeyi bacaracaqsınız. Günün ortasında emosional yüksəliş hiss edəcəksiniz ki, bu da sizə nəinki planlaşdırdığınız hər şeyi başa çatdırmağa, həm də itirilmiş vaxtın əvəzini çıxmağa kömək edəcək. Ancaq diqqətsizlik səbəbindən təsadüfi səhvlərə yol verməmək üçün heç yerə tələsməməlisiniz. İstədiyiniz insanlarla görüşmək üçün yaxşı bir gündür. Yaxşı bir təəssürat yaratmaq asandır, təbii və rahat davranmaq kifayətdir. Cazibədarlıq bir çox qoçlara kömək edir. Asanlıqla nüfuzlu müttəfiqlər tapmağınız da cazibədarlığınız sayəsində olacaq. Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Döyüşdüyünüz insanlarla barışıq qura və ya uzun müddətdir dil tapa bilmədiyiniz bir adamla danışıqlar apara bilərsiniz. Qeyri-adi iş təklifləri istisna deyil, böyük ehtimalla onları qəbul etmək istəyəcəksiniz. Günün əvvəlində anlaşılmazlıqlardan, bezdirici səhvlərdən çəkinmək çətin olacaq. Xırdaçı adamlar üçün xüsusilə çətin olacaq, nə qədər çalışsalar da hər şeyin mükəmməl olmasını təmin edə bilməyəcəklər. Yalnız prioritetlərlə bağlı düzgün qərarlar və xırda xuruşlara əhəmiyyət verməyənlər üçün daha asan olacaq. Maddi çətinliklər ola bilər. Müvəqqəti olduğuna görə çox da narahat olmayın. Bu vaxt alış-verişə tələsməmək və xərcləri mümkün qədər azaltmaq daha yaxşıdır. İndi pul məsələsində qeyri-ciddi olmağın vaxtı deyil. Gün əvvəla bəzi sürprizlər gətirəcək və planlarınızı dəyişdirməyə məcbur edəcək. İkincisi, əhvalınız həmişəkindən daha tez-tez dəyişəcək. Bəzən kiçik şeylərə görə qəzəblənəcəksiniz və ya başqa vaxtlarda fərq etmədiyiniz kiçik detallardan inciyəcəksiniz. Duyğularınızın öhdəsindən gəlməyi bacardıqdan sonra həyat yaxşılığa doğru dəyişməyə başlayacaq. Axşam romantik anlar da daxil olmaqla xoş sürprizlər vəd edir. Bu vaxt sevdiklərinizi xoşbəxt etmək üçün əla zamandır. Sizinlə yeni bir işə qoşulmaqdan razı qalacaqlar, cəsarətli təşəbbüsləri məmnuniyyətlə dəstəkləyəcəklər. Əyləncəli, uğurlu bir gündür, köhnə dostlarla görüşmək, maraqlı insanlarla tanış olmaq üçün əlverişlidir. Fikirlərinizi həvəslə bölüşürsünüz, başqaları da onları dərhal qəbul edirlər. Çox çevik hərəkət edirsiniz, buna görə də çox işlər görürsünüz. Bundan əlavə, bir çox cəhətdən şanslısınız və bəzi problemlər sizin tərəfinizdən heç bir səy göstərilmədən öz həllini tapa bilər. Axşam xoş sürprizlərlə səxavətlidir. Köhnə istəklərin reallaşması mümkündür, tam olaraq çoxdan arzuladığınızı hədiyyə olaraq alacaqsınız. Buğa. Olduqca məhsuldar gündür. Bununla belə, vacib işlərlə başlamamalısınız, xüsusən də onlar artan konsentrasiya tələb edirsə. Tanış bir şey edin, bu sizə tədricən iş əhval-ruhiyyəsinə girməyə kömək edəcək. Səhər vacib söhbətlər üçün ən yaxşı vaxt deyil, lakin siz təxirə saldığınız işləri daha gec başa çatdıra biləcəksiniz. Tədricən vəziyyətin yaxşılığa doğru necə dəyişdiyini görəcəksiniz. Bir çox buğalar güc və enerji artımı hiss edəcəklər. Dözümlülük və mətanət ilk cəhd uğursuz olsa belə, çətin məsələləri həll etməyə imkan verəcək. Bir çox faydalı şeylər öyrənə biləcəksiniz. Sual verməkdən utanmayın, təcrübəsi hörmətə layiq olan insanlardan öyrənin. Faydalı iş əlaqələri əldə etmək şansınız olacaq. Bugün qəbul edilən qərarlar sayəsində tezliklə bəzi maraqlı təkliflər almağınız mümkündür. Dostlar gözlənilməz hədiyyələr və xoş xəbərlərlə sevindirəcəklər. Bürcün bəzi nümayəndələri romantik sürprizlərlə qarşılaşa bilərlər. Günortadan sonra sizin və yaxınlarınızın həyata keçirməkdən məmnun olacağı bir çox gözəl fikir ərsəyə gələcək. Günün başlanğıcı görüşlər üçün yaxşıdır. Faydalı olduğu ortaya çıxan insanlarla dostluq etmək şansınız olacaq, işdə kömək edəcəklər və ya yaxşı məsləhətlər verəcəklər. Başqalarına diqqət göstərəcəksiniz, onların əsl niyyətləri və istəklərini vaxtında təxmin etməyi bacaracaqsınız. Daha sonra bəzi darıxdırıcı və yeknəsək işlərə diqqət yetirməli olacaqsınız və burada başladığınız işləri sona çatdırmaq üçün böyük iradə gücünə ehtiyacınız olacaq.
Əvvəlki bilik və təcrübələr faydalı ola bilər. Axşam rahat bir istirahət müxtəlif insanlarla ünsiyyət üçün uyğundur. Gün əla başlayacaq. Səhər ünsiyyət istənilən məsələnin müzakirəsi üçün əlverişlidir. Görüşlər əvvəllər ortaq bir dil tapmadığınız, xırda şeylər üstündə mübahisə etdiyiniz insanlarla da yaxşı keçəcək. Mümkündür ki, sizə maraqlı bir şey təklif edilsin və ya çoxdan düşünülənləri həyata keçirmək üçün kömək etsinlər. Günortadan sonra daha çətin olacaq. Yorğunluq yaranacaq, sizi əsəbi və səbirsiz edəcək. Xoşbəxtlikdən sizi sakitləşdirə bilən, ruhlandıran və sevindirən insanlar var. Yaradıcılıq üçün uğurlu gündür. Başqalarına təəccüblü və ruhlandırıcı görünəcək bəzi qeyri-adi düşüncə və planlar ortaya çıxır. Bəlli metodlarla hərəkət etmək istəmirsiniz, çünki intuisiya sizə istədiklərinizin daha asan və daha sürətli əldə oluna biləcəyini, yalnız yaradıcı olmağın vacibliyini söyləyir. Yeni bir şey öyrənmək, sizinlə faydalı təcrübə paylaşacaq adamlarla görüşmək imkanınız olacaq. Hissləriniz və istəkləriniz barədə açıq danışmaqdan çəkinmirsiniz və haqlısınız. Sizin üçün əziz olan insanlar hər şeyi düzgün başa düşürlər. Əkizlər. Gün asan başlamayacaq, amma sonra hər şey yaxşılaşacaq. Səhər həmkarlarla xırda fikir ayrılıqları ola bilər. Hər şeyin öhdəsindən gəlmək olar, ancaq əlavə səy tələb edəcək. Həddindən artıq emosiyalar göstərməyə ehtiyac yoxdur. Bu, bir çox problemdən qaçmağa kömək edəcəkdir. Bir çox əkizlər həm cari işlərin öhdəsindən uğurla gələ biləcəklər, həm də hər kəsin uzun müddətdir edə bilmədiyi işlərlə məşğul olacaqlar. Günün ikinci yarısı əlverişli olacaq. İstənilən gözlənilməz hadisələrin öhdəsindən gəlməyə imkan verəcək mənəvi yüksəliş hiss edəcəksiniz. Təmkinli əkizlərin narahatlığı üçün heç bir səbəb olmayacaq. Duyğularınızı nəzarətdə saxlayın, o zaman hər şey yaxşı nəticələnəcək və çoxdan qurduğunuz hədəflərə çata bilərsiniz. Daha əvvəl əldə edilmiş təcrübə faydalı olacaq, həm işgüzar, həm də şəxsi münasibətlərdə keçmişin dəsirlərindən faydalanmağa çalışın. Sevdiklərinizlə münasibətlər bəzən gərgin olacaq, ancaq vəziyyəti həll etməyi bacaracaqsınız. Bəzən fikir ayrılıqları və mübahisələrin qarşısını almaq üçün səbr və soyuqqanlılıq lazımdır. Ancaq heç kimlə dalaşmaq istəmirsiniz. Buna görə də siz mehribansınız, digərləri də eyni manierada cavab verəcəklər. Yeni fikirlər günüdür. Əvvəlcə hamısı sizin üçün əla görünəcək. Ancaq bir az düşünməyə dəyər, bəzi düzəlişlərə ehtiyac olacaq. Birisi ilə məsləhətləşmək lazım deyil, sadəcə planlarınızın bütün zəif nöqtələrini görmək üçün zaman lazımdır. Yeni tanışlıqlarda xoş təsir bağışlamaq çətin olmayacaq. Ancaq insanları səthi mühakimə etməyə meyillisiniz və rəğbətə layiq olmayan birini bəyənə bilərsiniz. Odur ki, sirlərinizi açmazdan və ya vacib məlumatları bölüşməzdən əvvəl nəticələrə tələsməyin və 2 dəfə düşünün. Günün başlanğıcının asan və problemsiz olma ehtimalı yoxdur. Təəssüf ki, bu vaxt gərgin anlar və əsəbi anlaşılmazlıqlar istisna deyil. Ancaq əhval-ruhiyyənizi pozmayacaq və vəziyyət tez bir zamanda yaxşılığa doğru dəyişəcək. Özünüzü həddindən artıq yüklənməyin, orqanizminiz üçün problem ola bilər. Günortadan sonra uğurlu olacaq. Sadə və tanış işlərdən tutmuş yeni və mürəkkəb vəzifələrə qədər müxtəlif tapşırıqlar üçün uyğundur. Xoş sürprizlər və gözlənilməz pul gəlirləri istisna deyil. Bəzi əkizlər əla təkliflər alacaqlar. Günün əvvəlində çoxlu işləriniz olacaq və vaxtında yerinə yetirmək üçün çox çevik hərəkət etməlisiniz. Bəzi gülməli hadisələr, gülməli anlaşılmazlıqlar mümkündür, əylənmək üçün çoxlu səbəblər olacaq. Xoş sürprizlər mümkündür. Bəzi əkizlər gözlənilməz görüş nəticəsində romantik münasibətlərin mərkəzinə düşəcəklər. Axşam xoş xəbərlərlə yanaşı, ciddi şəkildə ümid bəsləmədiyiniz görüşlərlə də sevindirəcək. Vacib qərarlar vermək və gələcəyin planlarını qurmaq üçün uyğun vaxtdır. Xərçəng. Ziddiyyətli gündür. İlk cəhddə hər şey nəticə verməyəcək. Səhər gücünüzü toplayıb işə başlamaq çətin olacaq. Bir çox xərçənglər vədlərini unutmağa və vəzifələrini laqeyd etməyə meyilli olacaqlar. Özünüz üçün səy göstərməyə çalışmaq vacibdir, o zaman düzgün əhval-ruhiyyəni tənzimləyə biləcəksiniz. Bir az sonra yaranan çətinliklərin öhdəsindən gəlmək asanlaşacaq.
Yaradıcılıq qabiliyyətləriniz özünü tam şəkildə göstərəcək və bu qeyri-standart həllər tapmağa imkan verəcəkdir. Yaxın insanlar günün sonunda gücünüzü bərpa etməyə kömək edəcəklər. Günün ilk yarısı olduqca gərgin olacaq. Bürcün bütün nümayəndələri başqaları ilə fikir ayrılıqlarının qarşısını almaqda çətinlik çəkəcəklər. Bəzən qızğın mübahisələr yaranacaq. Ancaq vəziyyət sürətlə yaxşılığa doğru dəyişəcək və tezliklə hamının bəyəndiyi həll yollarını tapmaq mümkün olacaq. Günortadan sonra xoş sürprizlər mümkündür. Fayda götürə biləcəyiniz qeyri-adi təsadüflər də baş verə bilər. Yaxınlarınızla gələcək planları müzakirə etmək üçün əlverişli zamandır. Faydalı dəstək alacaqsınız. Çox güman ki, köhnə dostlarla gözlənilməz görüşlər olacaq. İş üçün əla gündür. Mürəkkəb problemləri həll etməyi, köhnə rəqibləri qabaqlamağı və müttəfiqlərinizin ümidlərini doğrultmağı bacaracaqsınız. İş problemlərini həll etmək üçün tez-tez cazibədarlığınızdan istifadə edə bilərsiniz və bunun çox təsirli olduğu ortaya çıxacaq. Şəxsi münasibətlərdə hər şey qaydasında deyil, amma burada da vəziyyəti yaxşıya doğru dəyişdirmək üçün bir fürsət var, mütləq istifadə edəcəksiniz. Bugün bəzi vacib məsələləri müzakirə etmək, hisslərinizi izah etmək üçün əlverişlidir. Gözlənilməz mənbələrdən pul gəlirlərinin ehtimalı böyükdür. Uğur səhər gələ biləcəyindən günün bu hissəsində fürsətləri düzgün qiymətləndirin. Bəzi problemlər də yarana bilər, amma başladığınız işlərdən imtina etməyinizə səbəb olmayacaq. Mübarizə etməyə və ilk qələbələrinizi tez bir zamanda əldə etməyə hazırsınız. Davranışınızı və qərarlarınızı hamı düzgün başa düşməyəcək. Ancaq vəziyyət uzun izahatlardan yayınmağa da imkan verəcək. Tezliklə hamı görəcək ki, hansı uğurlu nəticələri əldə etdiniz. Mübahisələrdən çəkinməyə çalışın və ətrafınızdakı insanlar bunu çox bəyənəcəklər. Ümumiyyətlə, əlaqə qurmaqdan çəkinən insanlar da sizinlə söhbət etmək fürsətinə sahib olduqları üçün məmnun olacaqlar. Uzun müddətdir planlaşdırılan vəzifələrə, bəzi köhnə fikirlərin həyata keçirilməsinə çox uyğun olan sakit bir gündür. Heç bir təlaş və tələskənlik olmayacaq, buna görə rahat bir ritmdə hərəkət edə, vacib addımlar üzərində düşünə bilərsiniz. Diqqətə layiq olmayan detallar üzərində vaxt itirməyəcəksiniz. Emosional fon əlverişlidir. Ehtimal ki, hirslənmək, özünüzdən çıxmaq və ya narahat olmaq üçün heç bir səbəb olmayacaq. Qohumlarınız sizinlə ünsiyyətdən zövq alacaqlar, gizli istəklərinizi təxmin edəcək və həyata keçmələri üçün mümkün olan hər şeyi edəcəklər. Xəyal qurmaqdan qorxmayın. İndi inanılmaz görünən şeylər yaxın gələcəkdə reallığa çevrilə bilər. Şir. Gün əlverişli olacaq, lakin hər cəhətdən deyil. Səhər başqaları ilə ortaq dil tapmaq çətin olacaq. Həmişə yaxşı anlaşsanız belə, kiçik münaqişələr və fikir ayrılıqları ehtimalı var, nəyin bahasına olursa olsun öz yolunuzda israr etməyə çalışmayın, o zaman sizin üçün vacib olan bütün insanlarla yaxşı münasibət quracaqsınız. Günortadan sonra əksər şirlər emosional yüksəliş hiss edəcəklər. Bütün təcili problemləri həll etmək və gələcək üçün yaxşı zəmin yaratmaq mümkün olacaq. Axşam sosial tədbirlərdə iştirak etmək və bayıra çıxmaq üçün idealdır. Məhsuldar bir gündür. İşiniz nə qədər vacib və ciddidirsə, bunun öhdəsindən daha yaxşı gəlmək şansınız olacaq. Düzgün prioritet seçirsiniz, əhəmiyyətsiz şeylər sizi yolunuzdan yayındırmır. Bu, lazımsız narahatlıq və şübhələrin qarşısını alır. Bəzi köhnə hədəfləri xatırlamaq faydalıdır, onlara çatmaq üçün sadə və təsirli bir yol tapacaqsınız. Gün işlə bağlı məsələlərin müzakirəsi üçün əlverişlidir. Mümkündür ki, sizə maraqlı bir şey təklif edilsin. Köhnə bir tanışınızla söhbət maraqlı düşüncələrə səbəb olacaq. Üzərinizə götürdüyünüz hər işdə yaradıcısınız və bu, müvəffəqiyyətə tez bir zamanda nail olmaq üçün şans verir. Məqsədyönlülük uğur qazanmağa və ən çətin problemləri belə həll etməyə kömək edir. Yolu o qədər qısaltmaq istəyirsiniz ki, problemləri görmürsünüz. Əvvəllər qazanılan təcrübə bir çox şirlərə kömək edəcək. Bir vaxtlar öhdəsindən gəldiyiniz çətinlikləri xatırlamaq faydalı olacaq, dərhal öz qabiliyyətlərinizə dair şübhələrdən qurtulacaqsınız. Liderlik keyfiyyətləri həm işdə, həm də yaxınlarınızla ünsiyyətdə aydın şəkildə özünü göstərəcək. Çox fərqli insanları birləşdirə, ruhlandıra və rəhbərlik edə bilirsiniz. Çox müsbət emosiyalar verəcək dostluq və ya romantik münasibətlərin başlanğıcı istisna deyil.
Hər şeyi bir anda əldə etməyə çalışırsınız və istədiyiniz nəticəni mümkün qədər tez əldə etməyə tələsirsiniz. Bu səhvlərə yol aça bilər. Diqqətli olmaq və daha ayıq-sayıq olmaq yaxşıdır. Hər addımı düşünün. Etibar etdiyiniz insanlarla daha tez-tez məsləhətləşməyə çalışın, fikirlərini dinləyin. Bu, yalnız iş üçün deyil, əlaqələrin daha da inkişafı üçün faydalı olacaq. Alış-verişə tələsməmək daha yaxşıdır. Bugün siz israfçılığa meyillisiniz və asanlıqla əhəmiyyətsiz şeylərə böyük pullar xərcləyə bilərsiniz. Gözəl gündür. Böyük nəticələrə və başgicəlləndirici uğurlara köklənməsəniz, günün axınından razı qalacaqsınız. Ancaq əvvəllər başladığınız işləri tamamlaya, bəzi gündəlik məsələləri həll edə, son vaxtlar darıxdığınız insanları görə biləcəksiniz və sizin üçün çoxdan maraqlı olan bir işlə məşğul ola biləcəksiniz. Axşam qonaqlar qəbul etmək üçün əla vaxtdır və ya yaxınlarınız üçün kiçik bir məclis qura bilərsiniz. Son zamanların bütün problemlərini və çətinliklərini başınızdan çıxarmağı və ürəkdən əylənməyi bacaracaqsınız. Son vaxtlar xəbər almadığınız insanlar gözlənilmədən sizinlə əlaqə saxlaya bilər. Qız, gününüzü vacib şeylərlə başlamayın. Səhər ətrafınızdakı atmosfer ən əlverişli olmaya bilər. Ətrafınızdakı insanlar xırda səbəblərdən diqqətinizi yayındıracaqlar, ona görə də diqqətinizi cəmləmək çətin olacaq. Tanış tapşırıqları yerinə yetirin, bu sizə tədricən iş ritminə daxil olmağa və duyğularınızın öhdəsindən gəlməyə kömək edəcək. Bir çox qız bürcü günorta saatlarında təsirli nəticələr əldə edəcək. Dözümlülük, əzmkarlıq və mətanət sizin ən yaxşı müttəfiqləriniz olacaq. Sevdiyiniz insan sizə xoş sürpriz edəcək və ya planlaşdırılmamış romantik görüş təşkil edəcək. Bugün adi şeylər belə həmişəkindən daha çox səy tələb edə bilər. Bir iş üzərində cəmləşmək çətindir, bir çox yeni tapşırıqlar var, fərqli şeylər daim diqqət tələb edir, sizi əsəbləşdirir. Sakit olmağa çalışın. Vəziyyətin öhdəsindən gəlmək deyil, həm də öz xeyrinizə istifadə etmək sizin ixtiyarınızdadır. Hər hansı bir vacib söhbəti günortadan sonraya saxlasanız, yaxşı olar. Bu zaman düşüncələrinizi toplamaq, şübhə edənləri inandırmaq və haqlı olduğunuzu sakitcə sübut etmək daha asan olacaq. Köhnə tanışlar görüşmək istəyəcəklər. Bugün demək olar ki, etdiyiniz hər şey hamının diqqətini çəkəcək. Bəzən yorulacaqsınız, amma proseslərdə irəliləyiş olacaq, hər kəs sizin nəyə qadir olduğunuzu görəcək. Tezliklə maraqlı təkliflər almağınız mümkündür. Cavab verməyə tələsmək lazım deyil. Vəziyyəti anlamaq, düzgün düşünmək üçün kifayət qədər vaxtınız var. Yaxınlarınıza rəğbətlə yanaşın. Bugün başqalarının zəifliklərini və uğursuzluqlarını üzlərinə vurmamaq daha yaxşıdır, ancaq uğurları görmək və qeyd etmək yaxşıdır. Bu, mübahisələrdən və xoşagəlməz məqamlardan qaçmaqla yanaşı, münasibətləri də yaxşıya doğru dəyişdirməyə kömək edəcək. Səhər uğur qazanmaq daha asan olacaq, vacib problemləri həll etmək üçün bundan istifadə edin. Daha sonra köhnə işlərə qayıtmalı olacaqsınız və sonra öz səhvləri üzündən çətin vəziyyətə düşənlərə kömək etməli olacağınız narahatlıq dövrü gələcək. Çox vaxt məqsədə çatmaq üçün öz yollarınızı axtarmalısınız, çünki sübut olunmuş metodlar təsirsizdir. Axşam saatlarında özünüzü yorğun hiss edəcəksiniz, amma etdiklərinizdən məmnun qalacaqsınız. Bəzilərinin evlərində xoş sürprizlər olacaq. Ailə üzvlərindən və ya digər yaxın insanlardan biri ilə bağlı xoş xəbərlər istisna deyil. Günün əvvəlində zəhlətökən anlaşılmazlıqlar və kiçik problemlər mümkündür. Ancaq əhval-ruhiyyənizi pozmayacaqlar. Bir çox məsələləri tez həll edirsiniz, digərləri də bunu bəyənir. Bəzən kömək və məsləhət istəyirlər, heç kimi rədd etməməyə çalışırsınız. Hər kəs sizi daha yaxından tanımaq istəyir. Asanlıqla yeni dostlar tapacaqsınız. Günün ikinci yarısı birincidən daha maraqlı olacaq. Xoş sürprizlər, gözlənilməz hədiyyələr, heyrətamiz insanlarla görüşlər mümkündür. Önümüzdəki günlərdə həyata keçirməyə başlayacağınız tamamilə yeni planlar ortaya çıxa bilər. Tərəzi. Gün çox yaxşı başlayacaq, ona görə də anı dəyərləndirin. Ən çətin məsələləri başa düşə biləcəksiniz. Hətta əvvəllər heç vaxt qarşılaşmadığınız vəzifələr də sizin səlahiyyətinizdə olacaq. Bir çox tərəzilər tezliklə işlərində onlara faydalı olacaq bir şey öyrənəcəklər. Rəhbərliyiniz tərəfindən yüksək qiymətləndiriləcək orijinal təkliflər vermək üçün əla vaxtdır.
Axşam yaxınlaşdıqca emosiyaların öhdəsindən gəlmək çətinləşəcək. Yorğunluq və əsəbilik yığılacaq, ona görə də yaxınlarınızla ciddi məsələləri müzakirə etməməlisiniz. Düzgün istirahət etmək daha vacibdir. Səhər başqaları ilə ünsiyyətdə olmaq həmişəkindən daha çox özünə nəzarət və səbr tələb edəcək. Bugün əsəbi tarazlığınız lazımi səviyyədə olmayacaq. Yaxınlarınız sizin gözlədiyiniz kimi davranmaya bilər. Sakit qalın, hər şeyi həll etmək, problemləri yoluna qoymaq və vəziyyətdən fayda götürmək üçün bir yol olduğuna inanın və axtarın. Axşam üçün xüsusilə yorucu bir iş planlaşdırmasanız daha yaxşıdır. Bu vaxt istirahət, asudə gəzinti, eləcə də sizin üçün cəlbedici olan və sizi ruhlandıran insanlarla ünsiyyət qurmaq üçün əlverişlidir. Yeniliklər etməyə cəsarət etsəniz, çox şey əldə edə bilərsiniz. Hədəfə doğru yeni yollar axtarmağın vaxtı gəlib. Qeyri-adi bir variantı sınamaq istəyi həm işgüzar, həm də şəxsi münasibətlərdə müsbət təsir göstərəcək. Məhz onun sayəsində depressiya və cansıxıcı əhvalla qarşılaşmayacaqsınız. Bir vaxtlar dəyər verdiyiniz işgüzar əlaqələri bərpa etmək şansınız olacaq. Günortadan sonra təhsil almaq üçün əladır. Məlumatlar asanlıqla yadda qalacaq, bunun üçün bir istifadə üsulu tapmaq tez bir zamanda mümkündür. Həmfikir insanlarla yeni fikirləri bölüşmək faydalı və ruhlandırıcı olacaq. Bütün vacib işləri özünüz edin və kimsə kömək etsə, hər şeyi lazım olduğu kimi etdiyinə əmin olun. Ciddiliyiniz, təfərrüatlara diqqətiniz və bugün hər şeyi başa düşmək üçün səmimi istək bir çox problemlərin həllində kömək edəcək. Bəzi qeyri-adi hadisələr istisna deyil. Əvvəlcə planları dəyişdirməyə məcbur edəcək, sonra maraqlı düşüncələrə qərq olacaqsınız. Həyatınızda tam olaraq nəyi dəyişdirmək istədiyinizi və bunun necə edilə biləcəyini dərhal anlayamağınız mümkündür. Şübhəsiz ki, kömək etmək istəyənlər olacaq və intuisiyanız sizə ən yaxşı müttəfiqləri seçməkdə kömək edəcək. Həm özünüz, həm də ətrafınızdakılar üçün bir çox yaxşı işlər görə biləcəksiniz. Uğurlu alış-verişlər edə bilərsiniz. Çoxdan xəyal etdiyiniz şeyləri əldə etməyiniz mümkündür. Sevdikləriniz üçün yaxşı hədiyyələr seçmək imkanı olacaq və intuisiyanız sizə əziz bir insanı necə sevindirəcəyini izah edəcək. Günortadan sonraki saatlar romantik görüşlər üçün əlverişlidir və bir çox müsbət emosiyalar vəd edir. Gözlənilmədən dərhal həyata keçirilə biləcək parlaq fikirlər ortaya çıxa bilər. Uğurlu təsadüflər, heyrətamiz hadisələr mümkündür. Şübhəsiz ki, sizə maraqlı ideyalar verəcəklər. Əqrəb. Günün ilk yarısında bütün vacib işləri görməyə çalışın. İntizam və əzmkarlıq istənilən gözlənilməz hadisələrin öhdəsindən gəlməyə kömək edəcək. Kiçik problemlər sizi yoldan çıxara bilməyəcək. Bəzi əqrəblər başqalarının uzun müddət həll etməyə cəsarət etmədiyi məsələləri həll edə biləcəklər. Mühüm danışıqların aparılması və ciddi müqavilələrin imzalanması üçün əlverişli zamandır. Rəhbərliklə ünsiyyət asan olacaq. Günün sonuna yaxın diqqəti cəmləmək çətin olacaq, ona görə də istirahətə və bərpaya vaxt ayırmaq daha yaxşıdır. Yaxın insanlar sizə təcili ev işlərinin öhdəsindən gəlməyə kömək edəcəklər. Köhnə işləri tamamlamaq, çoxdan ortaya çıxan bəzi fikirləri reallaşdırmaq üçün uyğun olan sakit bir gündür. Köhnə tanışlar tez-tez kömək edirlər, çoxları bunu tamamilə təmənnasız edir. Bugün başlayan əməkdaşlıq təkcə səmərəli deyil, həm də çox xoş olacaq. Bürcün bəzi nümayəndələri həqiqi dostlar tapacaqlar. Romantik hekayələrin başlanğıcı da mümkündür. Yeni münasibətlər sürətlə inkişaf edə bilər və çətin ki, bunun əleyhinə bir düşüncəniz olsun. Uzaqdan yaxşı xəbər, uzun müddət görüşmədiyiniz dostlarınızdan yaxşı xəbərlər almağınız mümkündür. Məhsuldar bir gündür. Yalnız özünüzün deyil, başqalarının da problemlərini sürətlə həll edirsiniz. Nə əldə etmək istədiyinizi yaxşı bilməklə vaxt itirmirsiniz. Amma hər kəs sizinlə asanlıqla anlaşa bilmir. Bəzən xoşagəlməz sözlər danışırsınız, tənqidi fikirlərin yumşaldılmasını lazımlı hesab etmirsiniz. Ancaq ətrafınızdakılar incimirlər, sərt ifadələrinizi bağışlayırlar. Yaradıcılıq əhvalınız yüksək olacaq. Gün təxəyyülünüzə sərbəstlik verməyinizə imkan verən hər bir iş üçün yaxşıdır. Nailiyyətləriniz diqqətdən kənarda qalmayacaq. Əksinə, başqaları sizinlə çox maraqlanacaqlar. Səbr edin. Bugün hadisələr istədiyimiz kimi inkişaf etməyəcək, bəzi məsələlər qeyri-müəyyən müddətə təxirə salınmalıdır.
Uzun müddətli planlar qura, düşünən, təcrübəsinə etibar etdiyiniz insanlarla müzakirə edə bilərsiniz. Ancaq həqiqi işə başlamazdan əvvəl bir neçə gün gözləmək lazımdır. Bu vaxt biraz dincələ, maraqlı bir şey edə bilərsiniz. Köhnə hobbilərinizi xatırlamağa dəyər, onların hansı fayda gətirə biləcəklərini başa düşməyiniz mümkündür. Axşam köhnə dostlarla ünsiyyət qurmaq üçün əlverişlidir. Sizi ruhlandırmaq üçün bir yol tapacaqlar. Ümidverici və uğurlu bir gündür. Mürəkkəb məsələlər də daxil olmaqla problemlərin öhdəsindən tez gəlirsiniz, vacib suallara cavab tapırsınız, peşman olmayacağınız qərarlar verirsiniz. Yeni bir şey öyrənən, dəyərli bir təcrübə qazana və eyni zamanda müttəfiqlərlə faydalı ola biləcək məlumatları paylaşa bilərsiniz. Axşam saatları xoş sürprizlərlə səxavətli olan bir vaxtdır. Bürcün bir çox nümayəndələri son vaxtlar münasibətləri gərgin olan insanlardan hədiyyələr alacaqlar. İndi bütün anlaşılmazlıqları aradan qaldıraraq barışıq qura bilərsiniz. Ox atan. Olduqca çətin gündür. Vacib qərarlar qəbul etməməli və məsuliyyətli danışıqlar aparmamalısınız. Biznesdə kiçik çətinliklər sizdən asılı olmayan səbəblərə görə mümkündür. Çətin ki, həmkarlarınızın dəstəyini ala biləsiniz. Adətən bir-birinizi yaxşı başa düşsəniz belə, başqaları ilə ümumi dil tapmaq çətin olacaq. Ox atanların əksəriyyəti heç bir xüsusi problem olmadan öhdəsindən gələ biləcəkləri rutin işlərə diqqət yetirməlidirlər. Axşam yaxınlarınızla ciddi məsələləri müzakirə etmək üçün uyğun deyil. Ancaq xoş bir şey haqqında söhbət etmək həm münasibətiniz, həm də əhvalınız üçün faydalı olacaq. Gərəksiz söhbətlərdən çəkinin, hamı ilə səmimi olmağa çalışın. Başqalarının sizin işiniz barədə nə qədər az məlumatı varsa, bir o qədər yaxşıdır. Öz gücünüzlə işləməklə xüsusilə yaradıcılıq və təxəyyülün lazım olduğu yerlərdə böyük nəticələr əldə edə bilərsiniz. Sevdiklərinizlə münasibətlər həmişə rəvan və ahəngdar bir şəkildə inkişaf etmir, ancaq bütün iti bucaqları hamarlamağı bacarırsınız, vəziyyəti düzəldirsiniz. Təcrübəniz tez-tez bu vəziyyətlərdə kömək edir. Bunun sayəsində doğru sözləri tez tapır, həm söhbətlərinizin nədən sevinəcəyini və nədən inciyə biləcəyini anlayırsınız. Vacib söhbətlər üçün yaxşı gündür. Fikri sizin üçün vacib olan insanlarla çox şeyləri müzakirə edəcəksiniz. Vaxtında faydalı məlumatlar əldə edə biləcəksiniz, bunun sayəsində düzgün qərarlar verəcəksiniz. Son vaxtlar çox düşündüyünüz sualların cavabları olacaq. Bu, gələcək planlarınızı müəyyənləşdirməyə kömək edəcək. Köhnə tanışlarınız və iş ortaqlarınızla görüşlər baş tuta bilər. İstəsəniz, köhnə əlaqələri bərpa edə bilərsiniz. Amma heç bir halda tələsməyin, atacağınız hər addım yaxşıca düşünülmüş olmalıdır. Kənardan gələn məsləhətlər heç də həmişə onları verənlərin düşündükləri qədər də yaxşı olmur. Narahat olacaqsınız. Baxmayaraq ki, narahat olmaq üçün ciddi səbəbləriniz olmayacaq. Bugün asan olmayacaq, amma ortaya çıxan bütün əngəllərin öhdəsindən gəlmək mümkündür. Yalnız məqsədinizə çatmaq üçün əzmkarlıq və qəti niyyət lazımdır. Sevdiyiniz insanlarla səmimi olun. Bu, həm indi, həm də yaxın gələcəkdə bir çox çətinliklərin qarşısını almağa kömək edəcək. Maliyyə məsələlərinə gəlincə diqqətli olmaq lazımdır. Bugün israfçılığa meyillisiniz. Kortəbii alışların uğurlu olmayacağı ehtimalı böyükdür. Borc vermək arzu olunmazdır. Çox güman ki, onlar gözlədiyinizdən çox gec qaytarılacaq. Hər şey gözlədiyiniz kimi olmayacaq, buna görə bəzi planların təxirə salınması lazım olacaq. Kiçik maliyyə itkiləri, uğursuz alışlar mümkündür. Pula qarşı qeyri-ciddi yanaşırsınız və buna görə də ödəyə biləcəyinizdən çox xərcləyə bilərsiniz. Lakin bunun ciddi nəticələri olmayacaq. Tezliklə büdcənizi artırmaq üçün bir yol tapacaqsınız. Romantik sürprizlər mümkündür. Bəzi ox atanlar tamamilə gözlənilməz, ancaq çox xoş sevgi etirafları eşidəcəklər. Günortadan sonraki saatlar şanslı təsadüflərlə qeyri-adi dərəcədə səxavətlidir. Oğlaq. Bütün planlarınız gerçəkləşməyəcək. Prioritet vermək və həqiqətən vacib olana diqqət yetirmək çətin olacaq. Ətrafınızdakı insanlar sizi ruhdan sala bilər, ona görə də onların köməyinə çox güvənməyin. Bir çox oğlaqlar tək başına öhdəsindən gələ biləcəkləri şeylərə diqqət yetirməlidirlər.
Ciddi iş məsələlərinin müzakirəsini təxirə salmaq daha yaxşıdır. Günortadan sonra səbirli olun və heç yerə tələsməyin. Tələsik vədlər verməməli və həddindən artıq iş yükü götürməməlisiniz. Vaxt uzun səfərlər üçün də çox uyğun deyil. Sərt söhbətlərə hazır olun. Sakit qalmaq və özünüzü idarə etmək vacibdir. Bunu bacarsanız, söhbətlər səmərəli olacaq. Əhəmiyyətli bir işdə müvəffəq ola bilərsiniz, amma bu əsasən bilik və bacarıqlarınızdan deyil, bəxtinizdən daha çox asılı olan məsələdir. Lazımi zamanda doğru yerdə olacaqsınız. İntuisiyanızı dinləyin, göstərişləri həmişə vaxtında gələcək, köməkçiniz olacaq. Onlara əməl etməklə hədəfə ən qısa yolu tapacaqsınız. Bu, həyatın bütün sahələrinə aiddir. Bir çox oğlaqlar çoxdan arzuladıqlarına çatmaq şansına sahib olacaqlar. Bugün çoxdan qurulmuş hədəflərə çatmaq və bəzi tamamilə yeni işlərdə uğur qazanmaq şansınız olacaq. Lakin bu, asan olmayacaq. Çətin ki, rəqabətli mübarizədən, güclü rəqiblə toqquşmadan yan ötə biləsiniz. Təzyiqinizə müqavimət göstərmək çətindir, buna görə rəqiblər tezliklə mərhəmət diləyəcəklər. Əzmkar olun, ulduzların sizdən gözlədiyi budur. Gün şübhəsiz ki, sizi xoş və ilham verən xəbərlərlə sevindirəcək. Onların sayəsində həyatınızda nəyi dəyişdirmək istədiyinizi və bunun necə edilə biləcəyini başa düşməyiniz mümkündür. Günün başlanğıcı öyrənmək, məlumat toplamaq və təhlil etmək yalnız vacib bir şey haqqında düşünmək üçün yaxşıdır. Ciddi olun, hər şeyi nəzərə alın, öz gücünüzə güvənməli olduğunuz yerdə bəxtinizə güvənməyin. Bu, bir çox problemlərdən yayınmağa kömək edəcək. Başqaları sizin işgüzar münasibətinizi bəyənəcəklər və hər işdə həvəslə kömək edəcəklər. Günortadan sonra sürprizlər ola bilər. Hamısı xoş olmasa da nikbinliyinizi qoruyun. Vəziyyəti dəyişməyin və yeni situasiyadan fayda götürməyin yolları tezliklə bəlli olacaq. Bir çox işlər yaxşı nəticələnəcək, əsasən çox da səy sərf etmədən uğur qazanacaqsınız. Şərtlərin əlverişli birləşməsi sizə mürəkkəb işləri tez bir zamanda tamamlamağa, həm sizin, həm də ətrafınızdakiların uzun müddət çaşqınlıqla qarşılaşdıqları problemləri həll etməyə imkan verəcək. Köhnə tanışlarla təkrar görüşlər mümkündür. Onlarla ünsiyyət zövq alacaq, tezliklə həyata keçiriləcək bəzi ümumi planları müzakirə edəcəksiniz. Günün əvvəlində nə qədər enerji sərf etsəniz də, ikinci yarıda güc və enerji ilə dolu olacaqsınız. Əlbəttə ki, yaxınlarınıza sürpriz etmək üçün bir yol tapacaqsınız. Dolça. Sakit gündür. Ondan çətin ki, qlobal nailiyyətlər gözləməlisən, ancaq cari vəzifələrin öhdəsindən olduqca uğurla çıxacaqsan. Dolçaların əksəriyyəti səhər saatlarından mənəvi yüksəliş hiss edəcək və ətraflarında əlverişli emosional atmosfer yarada biləcəklər. Başqaları ilə asanlıqla qarşılıqlı anlaşma əldə edə biləcəksiniz. Bəzi köhnə rəqiblər sizin tərəfinizə keçəcək. Axşam yaxınlaşdıqca bir az da diqqətli olmağın zərəri olmaz. Zəifliklərinizi təqdir etməyin və başqalarına vəd etdiyinizi unutma. Sevdiyiniz insanla xırda fikir ayrılıqları yarana bilər, lakin siz onları tez aradan qaldıra biləcəksiniz. Səhər saatları xoş sürprizlər, yaxşı təsadüflər vəd edir. Gözlədiyiniz hadisələr məhz bu zaman baş verə bilər. Yeni müttəfiqlərin meydana çıxması mümkündür. Onların dəstəyi həyatınızı çox asanlaşdıracaq. Bəzi dolçalar əvvəllər barəsində çox yaxşı şeylər eşitdikləri insanlarla dostluq münasibətləri yarada biləcəklər. Günortadan sonra kiçik alış-veriş üçün faydalıdır. Eyni zamanda bəzi ciddi maliyyə məsələləri barədə düşünə bilərsiniz, amma hələlik son qərarı verməmək daha yaxşıdır. Yaxın gələcəkdə hansı sövdələşmələrin bağlanması və hansından imtina etməyin lazım olduğunu anlayacaqsınız. Yeniliklərdən çəkinməyin, açılan bütün imkanlardan istifadə etməyə çalışın. Bugün uğur qazanmaq üçün qəti və sürətli hərəkət etməlisiniz. Vaxt itirməyin, düzgün qərarlar verin. Çox vaxt intuisiyanız sizə uzun müddətli bir hədəfə çatmaq üçün nələrin edilməsi lazım olduğunu deyəcək. Bir çox insanlar sizin işgüzar münasibətinizi bəyənir. Yəqin ki, ətrafınızdakı insanların sizinlə mübahisə etməkdən çəkindiyini və daha tez-tez razılaşmaya gəldiklərini fərq edəcəksiniz. Əvvəllər sizi aşağı qiymətləndirənlər fikirlərini dəyişəcəklər. Əvvəllər formal olan münasibətlər daha isti və etibarlı olacaq. Uğurlu gündür. Gözləmədiyiniz yerdə bəxtiniz gətirəcək, müxtəlif təşəbbüslər üçün əlverişli şərtlər yaranacaq.
Faydalı məlumatlar əldə etmək və onlardan öz xeyrinizə istifadə etmək imkanınız olacaq. Yeni bir şey öyrənməyə başlaya bilərsiniz. Bunu dostlarınızla və ya sevdiyiniz birisi ilə birlikdə etmək daha yaxşı olar. Əla vaxt keçirəcəksiniz. Uzun müddət gizlicə xəyal etdiyiniz romantik sürprizlər, etiraflar istisna deyil. Günortadan sonra kiçik alış-verişlər üçün faydalıdır. Yalnız özünüz üçün deyil, yaxınlarınız üçün də faydalı alış-verişlər edə bilərsiniz. İşdə böyük uğurlara və irəliləyişlərə ümid etməməlisiniz. Bugün səmərəli olmaqdan daha çox xoş olması ilə fərqlənəcək. Bəzi kiçik anlaşılmazlıqlar mümkündür, ancaq dostlarınızla xoş vaxt keçirməyinizə, sevinmək üçün yeni səbəblər tapmağınıza mane olmayacaq. Qeyri-adi tanışlıqlar, bundan əvvəl də haqqında xoş sözlər eşitdiyiniz insanlarla görüşlər istisna deyil. Axşam xüsusilə əlverişli bir emosional fon ilə seçilir. Xırda şeylərdən narahat olmayacaqsınız, son zamanlar ortaya çıxan problemləri necə həll edəcəyinizi, bütün xəyallarınızı reallaşdırmaq üçün nələr edilməsi lazım olduğunu başa düşəcəksiniz. Balıq. Əgər cəhd etsəniz çox şey əldə etmək olar. Günün ilk yarısı xüsusilə uğurlu olacaq, ona görə də əlverişli məqamları qaçırmayın. Siz nəinki bütün cari işlərin öhdəsindən uğurla gələ biləcəksiniz, həm də bir zamanlar sonraya qədər təxirə salmalı olduğunuz işləri tamamlaya biləcəksiniz. Bağlanmış sövdələşmələr arzu olunan qazancı gətirəcək və yeni əməkdaşlıq uzun və səmərəli olacaqdır. Ailə üzvləri işlərinizə qarışmağa cəhd edə bilər. Xüsusilə onların enerjisini düzgün istiqamətə yönəldə bilsəniz. Axşam əksər balıqlara romantik sürprizlər təqdim edəcək. Pis gün deyil. Düzdür, bəzən məyusluq hiss edəcəksiniz, çünki daha böyük nəticələr gözləyirsiniz, amma bu hiss tezliklə keçəcək. Sizi ilhamlandıran və əsir götürən, xoşagəlməz düşüncələrin başınızdan çıxmasına kömək edən işlərlə məşğul olmaq yaxşıdır. Əvvəllər sizə yaxşı məsləhətlər vermiş biri ilə söhbət edərək keçmişdəki bir çox hadisələrə yeni bir nəzər salacaqsınız. Ev işləri görmək, bəzi faydalı əşyalar, məsələn, mebel və ya məişət texnikası almaq üçün yaxşı bir gündür. Axşam köhnə tanışlar ziyarət edə bilər. Onları görməkdən məmnun qalacaqsınız. Çox məhsuldar bir gündür. Çətinliklərdən qorxmadığınız və başqalarının geri çəkiləcəyi yerlərdə qətiyyətlə hərəkət etdiyiniz üçün uğur qazanacaqsınız. Ancaq emosional fon gərgindir və bəzən əhvalınız pozula bilər. Yaxınlıqda sizi başa düşən və dəstəkləyən bir adam olsa yaxşıdır. Belə bir insan köhnə bir tanış və ya yaxınlarda tanış olduğunuz biri ola bilər. Yeni bir şey öyrənmək fürsətini qaçırmayın. İlk uğurlar sürətli və ruhlandırıcı olacaq. Çox maraqlı şeylər öyrənə biləcəyiniz insanlarla tanış olmaq ehtimalınız var. Bugün bəzi məsələləri praktik olaraq həll etməkdən daha çox fərqli insanlara yanaşma tapmaq üçün uğurlu vaxtdır. Beləliklə, işgüzar danışıqlar apara və ya yaxınlarınızla vacib şeylərdən danışa bilərsiniz. Xoş tanışlıqlar, yüngül romantik ab-hava istisna deyil. Ancaq bugün başlayan münasibətlərin ciddi bir xarakter alması üçün bir müddət keçməlidir. Pulla ehtiyatlı olun, onu xırda şeylərə sərf etməyə meyillisiniz. Daha qənaətli olmaq daha yaxşıdır. Yəqin ki, əlinizdə olan pulu daha yaxşı şəkildə xərcləməyin yolları tezliklə bəlli olacaq. Sizi olduqca gərgin bir gün gözləyir. Diqqət tələb edən bir çox hallar var. Çox vaxt mürəkkəb problemləri tək başına həll etməlisiniz və düşünmək üçün az vaxtınız olacaq. İntuitiv məsləhətlər vaxtında verir və dəqiqdir, onlara əməl edin və məqsədə çatacaqsınız. Ev işləri görmək yaxşıdır, işləri qaydasına salmaq və rahatlıq yaratmaq sizin üçün çətin deyil. Gözlənilməz ziyarətlər mümkündür. Qonaqlardan məmnun qalacaqsınız. Yalnız hədiyyələrlə deyil, həm də xoş xəbərlərlə gələcəklər. Romantik sürprizlər, şəxsi münasibətlərdə yaxşılığa doğru möhtəşəm dəyişikliklər istisna deyil.